Dünən Şəbnəm Tozlugilə qonaq getdiyim desək. Yolda yığıram açmır. Axır qızı açdı. Dedi, anam pis olub, halı xarab olub. Təzdən konum soruşmuşam. Gedib çatmışam ki, Şəbnəm nə? Dərman içirmiş. Arıqlama dərmanı, bir də çoxlu limonlu su. Saç ustası evdə, dərzi evdə, uşaq evdə, ailə evdə. Baş gicəllənər, yıxılar tirtap. Bu il ölürsən, bildirmə. Oradan istəyirlər şərbət versinlər ağzına, ağzı açılmır. Həkim gələsi, bunun təzyiqini qaldırası, təzyiq düşüb nəm 60-ın neçəyə. Şəbnəm gözünü açdı ki, başının üstə Quran oxuyurlar. Görən belə-belə eləyir özünü. Yəni ölüyəm mi? Gəlirəm ayma. Hə, oxşum, uzun sözün kəsəsi. Dedim, ağız, sən gözə gəldin. Sən ad günün zadını belə paylaşdın, gözə gəldin, abala. Çox üzərdə olma, bir müddət heç olmasa. Vallahi adamın çox istədiyinə də göz dəyir. Bu arıqlama dərmanlarınıza da içməyin. Təzyiqdən ehtiyatlı olun. 5 dəqiqə içində ölmüşdü qız. Ağzından köpük zad daşdı. Yıraq, boy. Şəbi, səni sevirəm. Özünə yaxşı bax.